Hörmətli xanım sədr, hörmətli həmkarlar, hörmətli xanım sədr, ilk növbədə sizi Cənubi Afrika Respublikasına uğurlu səfəriniz münasibətindən təbrik edirəm. Mən də hörmətli həmkarlarımın Türk Dövlətləri Təşkilatının Qəbələ samiti ilə bağlı səsləndirilən fikirlərə şərikəm və eyni zamanda diqqəti Cənab Prezidentin bir strateji əhəmiyyətli fikrinə cəlb etmək istəyirəm. Qeyd etdi ki, dövlətimizin başçısı Cənab İlham Əliyev qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı bu günləri sadəcə bir əməkdaşlıq platforması deyil, o dünyanın mühüm geosiyasi mərkəzlərindən birinə çevrilməkdədir. Bu sözün çox böyük tutumu var. Əvvəla, müasir beynəlxalq koordinatlar sistemində xüsusi rola və çəkiyə malik olmaq üçün gərək bunun üçün müvafiq potensialın olsun. Birinci növbədə ərazi potensialın olmalıdır ki, böyük bir arealı əhatə eləməlisən bir güc mərkəzinə çevrilmək üçün. Türk Dövlətləri Təşkilatının mən 8 dövlət üzv və müşahidəçi statusunda olan dövlətlərin birlikdə ərazisi 4,8 milyon kvadrat kilometrdir. Güclü iqtisadiyyatın olmalıdır. Son hesablamalara görə, mən 2024-cü rəqəmini söyləyirəm, bu dövlətlərin birlikdə ümumi daxili məhsulu 2,1 trilyon dollara gəlib çatıb. Əhalisinə gəldikdə isə 180 milyon nəfərə artıq ötüb. Eyni zamanda ticarət dövriyyəsinə baxsaq, bu dövlətlərin ticarət dövriyyəsinə beynəlxalq birliklə 1,2 trilyon dollardır. Və nəhayət 2024-cü ildə dünyada iqtisadi artım 3,2%-dir. Ancaq Türk Dövlətləri Təşkilatının birlikdə iqtisadi artımı 5,2%-dir. Yəni, bütün bu faktlar bir daha təsdiqləyir ki, həqiqətən də bu günləri Türk Dövlətləri Təşkilatı çox güclü bir geosiyasi mərkəzə çevrilmə potensialına malikdir. Həm də Cənab Prezidentin çıxışında bizim əməkdaşlığımızın yeni sahələri, yəni bu müdafiə, təhlükəsizlik və hərbi texniki əməkdaşlıq, hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri də xüsusi qabardıldı. Və bu da təsadüfi deyil, çünki müasir dünyamızda ərazi bütövlüyü, suverenlik və ümumiyyətlə dövlətin bir öz statusunu qoruyub saxlaması üçün güc məsələsi, güc faktoru həlledici amildir. Və çox sevindirici haldır ki, bu günləri məhz Türk Dövlətləri Təşkilatının üzv olan dövlətlərin bu sahədə də potensialı böyükdür. Türkiyənin 40 milyard dollardan çox hərbi büdcəsi var və NATO-da ikinci dövlətli hərbi gücünə görə dünyada isə 8-ci, 9-cu yerdədir. Bu baxımdan hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının həm də hərbi nöqteyi nəzərdən bir güc mərkəzinə çevrilmək potensialı çox böyükdür. Təşəkkür edirəm.